Azərbaycanlı məşhur futbolçu Bəhlul Mustafazadə 27 fevral 1997-ci ildə anadan olub. O həm klublarda, həm də milli komandada etimad qazanan futbolçuya çevrilib və meydandakı sakitliyi, intizam ilə seçilir. Futbola Qəbələ Akademiyasında başlayıb. 2017-ci ildə təcrübə üçün Sumqayıta icarəyə göndərilib. Burada Premyer Liqa havasını hiss edib. 2019-cu ildə Sabaha transfer olunub və əsas heyətin sabit üzvünə çevrilib. 2021-ci ildə Qarabağa keçərək karyerasının ən uğurlu dövrünə başlayıb. Qarabağ forması ilə Avrokuboklarda çıxış edən Mustafazadə UEFA turnirlərində özünü göstərib. 2026-cı ilin yanvarında Eintracht Frankfurt ilə oyunda vurduğu qol onu Çempionlar Liqasının əsas mərhələsində qol vuran ilk Azərbaycanlı futbolçu kimi tarixə salıb. 2019-cu ildən Azərbaycan milli futbol komandasının üzvüdür. Milli formada çıxış etmək onun üçün ikiqat məsuliyyətdir və o bunun öhdəsindən layiqincə gəlir. Bəhlul Mustafazadə Azərbaycan Premyer Liqasında Qarabağ ilə bir neçə dəfə çempion olub. 2023-cü ildə Futbol Plus qəzetinin sorğusuna əsasən ilin ən yaxşı futbolçusu seçilib. Baş bəkçi Qurban Qurbanov da onun zəhmətini və inkişafını daim yüksək qiymətləndirir. Bugün 29 yaşına qeyd edən Bəhlul Mustafazadə Azərbaycan futbolunun layiqli yetirmələrindən biri hesab olunur və gələcəkdə də yeni uğurlara imza atacağını elanlar.